Hitler'i s**leyə bilən yeganə Alman generalı kim olub? Paul von Lettow-Vorbeck olub. Bu adam ümumiyyətlə Şərqi Afrikadakı Alman ordularına, yəni kolonial güclərinə başçılıq eləyirdi və 1-ci Dünya müharibəsi başlayanda 16.000 əsgəri ilə 250.000 ingilisə qarşı döyüşüb. Orada tək ingilislər yox idi. Böyük Britaniya qüvvələri, Belçika qüvvələri, Portuqaliya qüvvələrinə qarşı uğurlu bir mübarizə göstərir. Hətta müharibənin sonuna qədər uduzmur. Yəni meydanda heç vaxt uduzmur. Salır arxasınca bu ingilisləri bütün cəngəllik boyu döyüşə geri çəkilir, gah vurur, gah geri çəkilir. Beləcə partizan müharibəsi ilə bu müttəfiqlərin başını oynatır. Çox möhtəşəm bir generaldır. İnsan olaraq da gözəl insan idi. Çünki ordusunun böyük qismi əslində askeri adlanan, yəni əskər, bizim dilimizdəki əskərdən gəlir. Yəni ərəbcədən əskərdən gəlir daha doğrusu. O həminki əskərlərin başçısı idi və qaradərilərə o qədər yaxşı davranırdı ki, ona ata deyə müraciət edirdilər. Və qaradərilər deyirdi ki, əgər ağdərilər Paul kimi olsaydı hamısına hörmət eləyərdik. Həmçinin bu generalı sevən bu əskərlər bir növ onun üçün ölənə qədər savaşırdılar. Bu adam həm də Swahili dilini, yəni qaradərilərin dilini öyrənmişdi ki, onlarla bir növ yaxın ünsiyyət qura bilsin. Müharibənin sonuna qədər uğurlu döyüşür. Bu döyüşün sonunda xəbər gəlir ki, Almaniya təslim olub. Almaniya təslim olandan sonra isə əsgərləri ta qırılmasın deyə bu da təslim olur və Berlinə bir qəhrəman kimi dönür. Döndükdə böyük bir paradın qarşısında atın belində zəfərlə geri dönmüş bu generala xalq da böyük sevgisini göstərir. Daha sonra isə nasizm ölkədə yüksəlir. Yəni Almaniyada nasizm yüksələndə bu ifrat milliyyətçilər bir növ digər xalqları, digər millətləri aşağı görürlər. Bu adam qaradərilərlə birgə savaşıb onları sevir. Ona görə də Hitlerə qarşı çıxır. Bir növ o ideologiyalara qarşı çıxır. Amma bunun reputasiyasını istifadə etmək istəyən Hitler onu Britaniyaya səfir təyin etmək istəyir. O da qarşılığında deyir ki, siktir mənim führerim. Yəni mən sənin üçün heç vaxt savaşmaram. Və 2-ci Dünya müharibəsi başlayır. 2-ci Dünya müharibəsində 3 oğlunu 3-ünü bitirir. Evi də bombalanır, beləliklə adam acınacaqlı bir vəziyyətə düşür. Vaxtilə məğlub elədiyi o İngilis generalları bunu eşitdikdə gəlir onu xilas edirlər. Ona yetərli qədər dəstək dururlar və onun son arzusunu yerinə yetirirlər. Vaxtilə döyüşdüyü Şərqi Afrikaya, yəni Darüssələmə göndərirlər. Orada isə həminki oğullarına yenidən qovuşur. Ora gəldikdə artıq həminki onun vaxtında əsgərlər olmuş şəxslər dövlət adamı idilər, dövləti idarə edirdilər və bunu yenə paradla qəbul edirlər. Buna öz sevgilərini göstərirlər. Beləcə Paul 3 bioloji oğlunu itirib, sonra mənəvi oğullarının yanına dönür və 93 yaşında öz məmləkətində vəfat edir. Yəni uğur olmasan Paul olardı.